ilk oyunuydu. Səfərdə Sumqayıtla ideal bir komandaya qarşı oynayırdıq. Buna baxmayaraq düşünürəm, oyunu yaxşı səviyyədə keçirdik. Daha çox dominant tərəf biz idi. Çox yaxşı gol epizodlarımız vardı, yaxşı cümlərimiz vardı. Təəssüflər olsun, sadəcə olaraq fərqlənə bilmədik. Bəlkə də bugün 1-2 gol vursaydıq, ikinci oyuna daha rahat hazırlaşardıq. Xeyirlisi, artıq 3 gün sonra bu iki komanda arasında olduqca önəmli çempionat oyunu var. Bütün fikrimizi oyuna verəcəyik. Düşünürəm ki, oyun daha fərqli keçəcək. Bugün hər iki komandanın beynində birinci oyun var idisə, səhvləri düzəltməyə vaxt var idisə, amma hamımız başa düşürük ki, 3 gün sonra aramızda keçirilən oyun turnir cədvəli baxımından nə qədər önəmlidir. Və o oyun düşünürük ki, rəqibdə daha da istəkli, daha da motivasiyalı olacaq. Çalışacağıq ki, inşallah bizə önəmli, vacib olan qələbəni 3 gün sonra burada qazanaq inşallah. Suallar. Təşəkkür. Statistiklə bunu səhv edəməmsə, bu adamlarla bizə qələbə qazanamıyor. Yaxşı olmasa oyunları olur, amma təzbir finalsız qalır. Bu komandanın üzərində bu məqam psixoloji baskı yaradır, təsir yaradır. Yox, açıq deyim, bu haqda biz düşünmürük. Bizim üçün vacib olan hər hansısa bir oyundan sonra səhvlərimizi analiz edib, o yöndə nələr lazımdırsa eləyək və növbəti oyunlarda daha yaxşı olaq. Və bu günləri də yaxşı gol epizodlarımız vardı, yaxşı cümlərimiz vardı, gol vura bilərdik, qələbə qazana bilərdik. Amma alınmadı. İnşallah artıq növbəti oyuna köklənməliyik. Ümumən oyun planı olaraq, oyun baxımından mən komandamın formasından, göstərdiyi oyundan çox razıyam.